Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. El istidlalu ala cevazi terhis. Bəhsimiz ehtiyat qaydasındaydı. Dedik ki, elmi icmali mevridində insan gərək ehtiyat eləsin. Əgər o şübhə təhrimiyyədirsə, haramlıq şübhəsidirsə, tərəflərin hamısından çəkinsin. Vücubiyyə şübhədirsə, onda gərək tərəflərin hamısını yerinə yetirsin. Vücubiyyə şübhəsi qarşıda gələcək. Şübhatül vücubiyyə. Qeyd elədik ki, burada alimlərin təxminən yekdilliklə nəzəri budur ki, şübhat-ı təhrimiyyədə əgər şübhə məhsurədirsə, hökmən ehtiyat olunmalıdır. Tərəflərin hamısından, haramlıq ehtimali olan tərəflərdən çəkinilməlidir. Deyir, mümkündür ki, bəzi şəxslər, bəzi alimlər bu iddianı irəli sürsünlər və bu dəlili gətirsinlər ki, yox, bəzi rivayətlərdən ehtiyat edilməmək başa düşülür. Yəni, rivayətlərdən anlayırıq ki, İmam əleyhissalam icazə verir ki, elmi icmali mövridində şübhəmiz varsa, o şübhəyə məhəl qoymayaq və şəkdə qaldığımız fərdlərdən çəkinməyək və ondan rahat istifadə edə bilək. Hardan başa düşüblər? Məsədət İbn Sədəqənin rivayətindəki bi'əynihi kəlməsindən oxuyub izah eləyəcəm. Buyur ki, və rubbəmə yüstədəllu alə cəvazi tərxis bi bə'di rivayat minha. Mümkündür deyə tərxisə, yəni ehtiyata yox, tərxisin caizliyinə hökm olunsun və dəlilləri də ki, bir sıra rivayətlər olsun. Həmən rivayətlərdən bəzisi budur. Kullu şeyin huvə ləkə halal hətta tə'ləmə ənəhu haramun bi'əynih. Hər bir şey sənin üçün halaldır, hətta tə'ləm ta ki biləsən ənəhu haramun bi'əynih. Filan şey eyni ilə özü-özlüyündə, yəni həmən şey tanınan bir şey, müəyyən olunan bir şey haramdır. Çünki İmam əleyhissalam buyurur, hər şey sənin üçün halaldır, ta ki haramın özün tanıyana qədər. Mən də deyək, 100 dənə məsələn, butulkada su vardı, ya sok vardı, biri nəcis ya haramdır, ya ikisi nəcis və haramdır, qalanları deyə pakdır, halaldır. Mən gəlirəm, götürürəm bu soku, bilmirəm ki, bir eynihi, yəni bunun özü haramdır ya nəcisdir, bilmirəm, içə bilərəm. Çünki İmam əleyhissalam buyurur, hətta tə'ləməl həramə bi eynihi, haramın özünü tanıyasan və ondan çəkinəsən. Mən də haramın özünü tanımadığım üçün, onda o 50 dənə, 100 dənə putulka hamısı mənə halaldır, istədiyimdən içə bilərəm. Mümkündür biri, İmam əleyhissalamın rivayətində gələn bi eynihi sözündən yapışsın və desin ki, bu bi eynihi dəlalət eləyir ki, elmi icmali mövridində şübhədən çəkinməyə ehtiyac yoxdur. Şübhəli şeylər sənin üçün halaldır. Vəchül istidlal, ənə qavləhu bi'əynihi, bu cür istidlal gətiriblər, yəni vəchül istidlal belədir. Ənə qavləhu bi'əynihi təkidun liddamir fi qavlihi innəhu. Deyir ki, bi'əynihi sözü təkiddir. Biraz özündən əvvəlkisi ənəhu. Ənə huruf müşəbbə bil feildir. Hu da onun nədir? İsmidir. Deyir ki, ənənin ismində olan o damir ki vardı hu zəmirinin, ənənin ismi olan hu damirinin təkididir. Fəyəkunul mə'na həttə tə'ləmə ənəhu bi'eyni haramun. Mənası olacaq ki, hətta tə'ləmə, ta biləsən ənəhu bi'eyni haramun. Bu qabağındakı məsələn bu şey özü-özlüyündə, yəni bu şeydir haram olan şey bu özüdür. Bu cür biləsən. Fəyəkunu məfaduhu ənə muhtəmələl hürmə, mənası onda cümlənin belə olacaq ki, haramlığı ehtimal olunan şey, maləm yətəəyyən ənəhu bi'eyni haramun, nə qədər ki onun özünün haramlığını bilmiriksə, fəhuvə həlalun, onda o halaldır. Fəyəummul elməl icmali və şübhəl bədviyyə, onda İmam əleyhissalamın bu cümləsi elmi icmaliyə də şamil olur, şübhatil bədviyyəyə də. İstidlal eləyən bu cür istidlal elədi. 50 dənə putulka var qabağında, biri nəcis ya haramdır, qalanlar deyə pakdır.
Hər birini götürürəm, deyirəm bir eyni, yəni bunun özünün nəcisliyi mən bilmirəm, həqiqətdə də bilmirəm. Bilirəm bu 50 dənənin biri mundardır ya nəcisdir, yəni ya haramdır. Amma hər bir suyun butulkanın özünü götürəndə bilmirəm. Bir eynihi bilmirəm. İmam Əleyhisselam da buyurdu ki, hər şey sənin üçün paçdır, tabi eynihi, yəni şeyin özünün haramlığını ya nəcisliyin bilənə qədər. Deməli onda elmi icmali mövridində şamil olur, şübuhat-ül bədviyəyə də. Bu şübhədir. Bu şübhənin cavabını necə verir? Şeyx buyurur ki, bu şübhənin cavabını vermək üçün rivayəti kamil şəkildə oxumalıyıq. Bu tək özü müstəqil bir rivayət deyil ki, Məs'ədet ibn Sədəqənin rivayətinin bir cümləsidir. Və hər hansı bir cümləni siyaqından çıxardanda mümkündür başqa məna verə bilər. Amma öz siyaqında, öz yerində qərar verəndə və onun o cümlədən əvvəlki cümlələri də, sonraki cümlələri də oxuyanda, məcmuəsinə, hamısına birlikdə nəzər salanda mümkündür başqa bir şey başa düşüləcək. Ona görə də məcburuq ki, rivayəti bütöv şəkildə, tamam şəkildə, kamil şəkildə oxuyaq və görək ki, bütöv şəkildə oxuyanda nə başa düşülür rivayətdən. Əl-cavab innə tilkəl fəqərə leysət rivayətən müstəqillə. Cavab budur ki, o rivayət, o fəqərə müstəqil bir hədis deyil, müstəqil bir rivayətin bir hissəsi deyil. Bəl hiyə cüz'un min rivayəti Məs'ədet ibn Sədəqə. Bəlkə o rivayət Məs'ədet ibn Sədəqənin hədisinin, rivayətinin bir hissəsidir. Məs'ədə hədisi kimdən nəql edir? Ən Əbi Abdillah aleyhisselam qal. Məs'ədə hədisi İmam Sadiq aleyhisselamdan nəql edir. Buyurur, deyir ki, Həzrət buyurdu. Səmi'tu yəqul. Həzrətin belə buyurduğunu eşitdim. Kullu şeyin huvə ləkə helal. Hər bir şey sənin üçün halal qərar verilib. Hətta tə'ləmə ənəhu haramun bi'əynihi fətədə'uhu. Fətədə'əhu. Ta ki biləsən həmən şeyin özü haramdır. Fətədə'əhu və onu boşlayasan, tərk eləyəsən. Min qibəli nəfsik. Öz tərəfindən, yəni onu öz tərəfindən uzaqlaşdırasan. Hətta onun haramlığını biləsən ki, bu qabağımdakı məsələn şey haramdır və onu boşlayasan, özündən uzaqlaşdırasan. Sonra İmam Əleyhisselam başlayır misal vurmağa. Buyurur ki, və zəlikə mislə thawbi yəkunu aleykə. Məsələn, paltar kimi, əyninə geyinmirsən. Qəd iştərəytəhu. Gedib bazardan almısan onu. Və huvə səriqə. Ehtimalı var ki, oğurluq ola bilər. Sən getdin bir paltar dükanına, xoşun gəldi bir köynəkdən, bir şalvardan, bir əbadan ya hər hansı bir şeydən, geyimdən xoşun gəldi. Pulun verdin, aldın. Sən hardan bilirsən ki, onun dükan sonu kimdənsə oğurlayıb satmayıb sənə? Ehtimalı var ki, öz malıdır. Ehtimal da var ki, kimdənsə oğurlayıb gətirib, kiminsə malı idi. İcazəsiz götürüb gətirib satıbdı. Deməli, onda geydiyimiz paltarda haramlıq ehtimalı var. Amma imam deyir ki, o haramlığı heç kim məhəl qoymur. O ehtimala heç kim məhəl qoymur. Hamı aldığı əşya ilə, aldığı paltarla halal paltar kimi rəftar edir, onu geyir də, ondan namaz da qılır, ondan ibadət də eləyir. Vəl məmluku indəkə ləalləhu hurrun qəd ba'a nəfsə. Yaxud gedib bazardan qul alırsan qədimdə. Qullar, yəni insanı bazarda qul kənizi satırdılar. Deyir ki, getmirsən bazardan bir qul almısan. Ləalləhu hurrun. Bəlkə də o bir azad insandır. Qəd ba'a nəfsəhu. Özün satıbdı. Qul insan, qulun satışı caizdir, halaldır. İndi o dövrdə halal idi, indi deyə bilmərik. İndi İmam Əleyhisselam gələndən sonra, İmam Zaman Əleyhisselam gələndən sonra quldarlığı qaytaracaq, yenə öz yerinə ya aradan aparacaq. Həzrət özü gələr təyin ilə, böyük ehtimal ki, quldarlığı təzdən qaytarmayacaq. Yəni quldarlıq aradan gedib və gedəcək. Böyük ehtimal, amma başqa bir ehtimal da ola bilər ki, təzdən qaytara bilər. Xülasə o Həzrətin öz işidir. Hal-hazırda quldarlıq yoxdur. Amma imamların dövründə quldarlıq var idi. Və bilirik ki, qulun satışı və alışı halaldır. Amma azad insanı satasan, alasan, bu batil muamilədir. Hələ günahdır, sən bir insanı satırsan, alırsan, neynəsən, onun hüquqlarını təcavüz edirsən, başqa şey. Bu alver özü batıl alverdir. Batıl alverdə də sənin mülkə keçmir. Deyini sən hardan bilirsən? Bəlkə bir nəfər özün qul kimi, indi hansısa bir məqsəd üçün, kimdənsə gizlənmək üçün, kimdənsə qorunmaq üçün, nə bilim deyə özün ölmüş qərar verdi, götürdü özün qul kimi, satdı, neynədi? Xülasə bir nəfər özün azad olduğu halda qul kimi təqdim eləyib satıb. Onda sən gəliş bazardan qul almayasan ki, bəlkə bunun əsli azad idi.
Əv xudi'a fəbi'a qəhrən, yaxud da ki, aldadıblar onu, qul kimi satıblar qəhrən, özünün icazəsi olmadan. Yəni heç kəs məhəl qoymur, gedir bazardan qulu alır, gətirir evinə işlədir. Əv imrəətun təhtək, yaxud da ki, gedib bir qadının evlənsən, tanımadığın, məsələn, bir qəbilədən, tanımadığın bir yerdən bir qadının evləndin. Və hiyə uxtuka əv radiatuk, bəlkə də o sənin süd bacındır, ya elə bacındır, atom başqa bir yerdə bir qadından evlənmişdi, ondan olan qızdır, ehtimalı var da. Ehtimal zəif də olsa, mümkündür, atan getmişdi başqa bir şəhərdə, həmin o qadınla siğə bağlamışdı, ya evlənmişdi, ondan olub, bəlkə də sənin bacındır. Ya zina eləmişdi, zinadan doğulan bacındır, yaxud da ki, səninlə süd bacı qardaşıdır. Amma heç kəs bu ehtimallara məhəl qoymur. Hansı olan bir qızı istədisə, yəni o ehtimallara məhəl qoymadan ki, bacım ola bilər, süd bacım ola bilər, gedir o qızla evlənir. Amma ehtimali var ki, ola bilər. Sonra Həzrət buyurur ki, vəl əşya kulluha alə həzə həttə yəstəbinə ləkə qeyru zəlik. Əşyalar hamısı bu formadadır, bu qəbildəndir. Yəni İmam Əleyhisselam buyurur ki, mən paltardan misal vurdum, ya quldan misal vurdum, qadından misal vurdum. O demək deyil ki, bundan danışıram. Bütün əşyalar, yəni bazardan aldığımız ya hər hansı bir şəxsdən hədiyyə aldığımız əşyalar hamısı bu qəbildəndir. Yəni hamısında haramlıq ehtimalı cüzi də olsa var. Amma o cüzi haramlığı ehtimalını heç kəs məhəl qoymur, onun halal kimi rəftar edir. Ta o vaxta qədər ki, haramlığın bilsin. Açan bildi ki, bu haramdır, ya bu mənim bacımdır, ya bu qul azad idi, özünü satıb, ondan sonra onunla haram kimi rəftar edir, ondan istifadə eləmir. Amma o haramlıq ehtimalı nə qədər ki, yəqinə çevrilməyib, itminana çevrilməyib, o haramlıq ehtimalına heç kəs məhəl qoymur və ondan halal kimi rəftar edir. Hətta yəstəbinə ləkə qeyru zalik, əv təqumə bihil bəyinə. Ta bunun əksi sənin üçün aşkarlansın, yaxud da ki, bir bəyinə, yəni 2 nəfər ədalətli şahid, şəhadət versinlər ki, belə deyil, onun əksidir. İndi Şeyx Cəfər Sübhani, Allah hifz eləsin, bu rivayəti kamil şəkildə bizim üçün gətirməklə nə demək istəyir? Demək istəyir ki, hədis başdan ayağa qədər nədən danışır? Şubuhat-ül bədviyyədən danışır. Şubuhat məqrun bil elmi icmaldən danışmır. Yəni elmi icmalinin tərəflərinə yönəlmiş şübhədən danışmır. Bəlkə nədən danışır? Şubuhat-ül bədviyyədən danışır. Şubuhat-ül bədviyyədən danışdığı üçün hətta tə'ləməl ənəhu haramun bi eynihi cümləsi də yönələcək şubuhat-ül bədviyyəyə və elmi icmali moridindəki şübhələrdən insiraf eləyəcək. İndiki bu misallar hamısı şubuhat-ül bədviyyədəndir. Bu şübhələrin imam tərəfindən bu cür sadalanmağı təsir eləyəcək ənəhu haramun bi eynihi, bi eynihi kəlamına təsir eləyəcək, onu həsr eləyəcək, gətirəcək, çıxardacaq şubuhat-ül bədviyyəyə. Düzdür, əgər onu ayrılıqda baxsaydıq, şubuhat-ül bədviyyəyə də sidq eləyə bilərdi, elmi icmalinin moridində olan şübhələrə də. Amma rivayəti kamil şəkildə oxuyandan sonra başa düşürük ki, həsr olunur şubuhat-ül bədviyyəyə, yəni elmi icmali xaricdə qalır. Bi eynihi kəlməsi elmi icmali moridində olan şübhələrə şamil olmur, onu ehtiva etmir. Vəl-əmsilətul varidetu fi zəlikəl hədisi kulluha minəşşübhətil bədviyyə. Hədisdə misal vurulan misallar ki var idi, zikr olunan misallar ki vardı, hamısı bədviyyə şübhələrin, yəni ilk şübhələrin, ilk zihnin insanla qarşılaşan şübhələrin misallarıdır. Və həzə yucibu insirafə itlaqəl hədisi, insirafə itlaqil hədisi ilə məvaridihə. Və bu səbəb olacaq ki, onda insiraf itlaqil hədis, hədisin itlaqını insiraf elətdirsin, yəni o itlaq ki, elmi icmaliyə də şamilidir, onu gətirsin, çıxarsın, ilə məvaridihə, bu misalların moridinə ki, şubuhat-ül bədviyyədir. Və ədəm ümumiyyəti li məvaridil elmi icmali və elmi icmali moridini tutmasın, onu əhatə eləməsin, oraya şamil olmasın. Və ləv kənəl hədisu ammən likiləl mavrideyn, əgər hədis hər iki mavrid üçün, yəni şubuhat-ül bədviyyə üçün də və elmi icmali mavridindəki şübhələr üçün də keçərli olsaydı, ləkənə ləhul ityan bi misalin li surətil elmi icmali. Onda İmam Əleyhissalam bir dənə də elmi icmali mavridindən misal vurardı. İndiki İmam 4-5 dənə misal gətirdi və hamısı şubuhat-ül bədviyyədəndir. Deməli, onda Həzrətin
məqsədi şubuhat-ül bədviyyəni izah eləməkdir. Yuxarıdakı ənəhu haramun bi'eynihi cümləsi də bi'eynihi kəlməsi də yönəlib şubuhat-ül bədviyyə moridlərinə. Onda elmi icmalidən kənar, yəni elmi icmali kənarda qalıb, əcnəbi olub, əcnəbi ən məhəllil kəlam olubdur. Ona görə də hədisdən dəlil gətirə bilmir ki, elmi icmali moridindəki şübhələrdə də bəraət cari eləmək olar, onu eləmək olmaz. Bu da bir bəhsidir. Keçirik təzə bəhsə. Əş-şübhə qeyrul məhsurə. Qeyd elədik ki, şübhə iki cür ola bilər. Şübhat məhsurə və şübhat qeyri məhsurə. Şübhə məhsurə qeyd elədik ki, o şübhələrdir ki, 5 dənə, 10 dənə, 20 dənə, 50 dənə, yəni insanın qüdrəti çata bilər ki, onlardan hamısından içsin, ya geyinsin, istifadə eləsin. Şübhə qeyri məhsurə isə həddən artıq çoxdur. Qeyri məhsurə, yəni o demək deyil ki, sayılmaqdan kənardır ki, trilyonlarla da sayıb qutarmaq olmaz. Yox, mümkündür, sayıb qutarmaq olar, amma mükəlləfin belə deyək də, imkan dairəsindən xaric o şeylərlə qarşılaşmaq. اتفق الأصوليون على عدم تنجيز العلم الإجمالي في أطراف الشبهة التحريمية الموضوعية غير المحصورة. Ki, üsul alimləri ittifaq eləyiblər nədə? Yəni yekdilliklə qəbul eləyiblər ki, əgər şübhə təhrimiyyə mövzuiyyədirsə, onun ətrafındakı şübhələrdən ehtiyat etməyə lüzum görməyiblər, ehtiyata ehtiyac yoxdur. Niyə? Çünki elmi icmali şübhat qeyri məhsurədə ətrafı münəccəz ola bilmir ətrafı üçün. Ətrafı münəccəz olmur. İnsan nöhtəsinə daxil olmur. İttefaqəl usuliyyun, usul alimləri ittifaq eləyiblər, yəni hamılıqla qəbul ediblər ki, əla ədəmi təncizil elmi icmali. Elmi icmali münəcciz olmur. Nə demək münəcciz olmur? Tənciz sözünün mənası, yəni təklifi öhdəyə daxil etmək. Təzir sözünün mənası, yəni təklifi öhdədən götürmək. Deyir, filan şey münəccizdir, yəni insan nöhdəsinə məsuliyyət qoyur. Filan şey müəzzirdir, yəni insan nöhdəsinə məsuliyyəti götürür, insanı rahatlıqda qərar verir. Deyir ki, ittifaq eləyiblər ki, elmi icmali münəcciz olmur, yəni insan nöhdəsinə təklif qoymur, insanı məsuliyyətli eləmir. Harda? Fi ətrafi şübhət təhrimiyyəl mövzuiyyə. Təhrimi şübhələrin ətrafındakı mövzui təhrimi şübhələrdir, mövzuatdadır, haramlıqdan danışır və orada şübhələr vardı, o şübhənin ətrafı vardı. Həmən o ətraf nədir? Qeyril məhsurə. Qeyri məhsurədir. Şübhat-ı təhrimiyyəl mövzuiyyə əgərsə qeyri məhsurədirsə, onda orada ehtiyat eləməyə lüzum görməyiblər, orada elmi icmali münəcciz deyil, yəni insanın boynuna ehtiyatı vacib etmir. Və la buddə min təhdidi əl-mövzu qeyril məhsurə əvvələ, thümmə bəyanı hükmiyə thaniyyən. Deyir ki, əvvəlcə gəlin görəyin qeyril məhsurədən məqsədləri nədir? Sonra görək hökmü nədir? Qeyri məhsurə şübhələrin hökmü nədir? Əmməl əvvəl, birincisi, فبيانه أنه ربما تبلغ أطراف الشبهة إلى حد يوجب ضعف احتمال كون الحرام في طرف خاص بحيث لا يعتني به العقلاء. Deyir ki, bəzi hallarda şübhənin tərəfləri o qədər çox ola bilər ki, o həddə çox ola bilər ki, sənin istifadə etmək istədiyində həmən şübhənin olmaq, yəni həmən şübhəli şeyin sənin qabağına çıxmağı çox zəif ehtimaldır ki, ağıllılar ona məhəl qoymurlar. Tutaq ki, məsələn deyək ki, bugün bir şəhərin bazarına 1000 dənə ya 10.000 dənə 10.000 dənə məsələn deyə qoyun gətirirlər. Böyük şəhərdə 10.000 dənə qoyun gətiriblər. Bundan biri ikisi şəri qayda ilə kəsilməyib, haramdır, nəcisdir. 10.000 dənə qoyun bir şəhərin bazarına girib ki, kəsiblər və ət kimi satırlar cəmaata. İndi sən hər hansı bir qəssabın dükanından 1 kilo, 2 kilo ət alsın, ehtimal nə dərəcədədir ki, həmən o haram və nəcis sənin qabağa çıxmış olsun. Əqlən müstəhil deyil, əqlən ola bilər, təsadüfdə sənin qabağa çıxan kəstirdiyin o ət parçası həmən haram qoyundan ola bilər. Amma məsələn, misalımda 10.000-də biri ehtimaldır. 10.000-də biri ehtimalında ağıllar məhəl qoymurlar ki, 10.000-də biri ehtimal ki, sənin qabağa çıxa bilər. Bu ehtimalı yox görürlər. Rubbəmə təbluğu ətrafə şübhə ilə həddin
şübhənin tərəflərinin sayı o qədər çox ola bilər ki, yucibu səbəb olur da'fa ehtimal, ehtimalı çox zəiflədir. Nə ehtimalın? Kavnul haram fi tarafin xas, yəni xüsusi bir tərəfdə olmaq, yəni məsələn sənin qabağındakı tərəfdə olmaq, həmin haramın sənin qabağında olan tərəfdə olmağı çox zəif ehtimal olur. Biheysu belə ki, la ya'təni bihil uqala, ağıllar o ehtimala məhəl qoymurlar. Və yətəaməlunə məhu muamelətə şəkkil bədvi. Ondan sanki şəkk bədvi kimi rəftar edir. Mən bilmirəm, görəsən bu halaldır, haram deyirəm, halaldır keçirəm üstündən, istifadə edirəm. Fələv uxbirə əhədun bihtiraqi beytin fi bələdin. Şeyx indi misal vurur, deyir ki, fərz eləyək ki, sən başqa bir şəhərdeydin, xəbər verdilər ki, sizin şəhərdə bir ev yanıb. Əv iqtiyali insanın fi, bir nəfəri suiqəst eləyiblər, öldürüblər. وَلِسَّامِعِ فِيهِ بَيْتٌ أَوَّلَدٌ لَا يَعْتَدُّ بِذَٰلِكَ الْخَبَرِ. Bütün bir şəhərdə ki, 1 milyon, yarım milyon adam yaşayır. Xəbərlərdə eşidirsən ki, filan şəhərdə bir dənə ev yanıb, ya filan şəhərdə bir nəfəri öldürüblər. Sən də həmən şəhərdə deyilsən, amma ailə uşağın həmən şəhərdədir, evin həmən şəhərdədir. Dərhal şübhənsən ki, vay dedə, vay, mənim evim olar. Ya, məhəl qoymursan, məhəl qoymursan ki, bir dənə şəhərdə ki, minlərlə ev vardı, biri yanıb, niyə mənim evim olsun? Əslində, o ehtimala məhəl qoymur. Yəni, 100 minlərlə insanın içindən bir nəfər öldürər, niyə mənim oğlum olsun? Dərhal onu özündən uzaq görürsən, orada artıq rahatsan, orada özü çətinlikdə görmürsən ki, vay dedə, vay birdən mənim evim olar. Deyir, necə ki, bu cür məsələlərdə etina eləmirsən, eləcə də şəri məsələlərdə ki, dediyimiz kimi, məsələn deyək, minlərlə butulkanın içində biri haram ya nəcisdir. Məhəl qoymursan, hər hansı butulkan götürürsən, içməlisə içirsən, ya dəstəmaz almalı, dəstəmaz alırsan. Və əmma hukmuha, deməli onda, bura qədər mənasını izah elədik. Nədir mənası? Deməli onda mənası qeyri-məhsura. O deməkdir ki, sənin qarşılaşa biləcəyin hər hansı o fərd o qədər zəif ehtimalın, o haramlıq ehtimalını daşıyır ki, o ehtimala ağıllar məhəl qoymur. Heç kəs qəbulləmir ki, elə haram həmin sənin qabağındakı ola bilər. Onu yox görürlər orada, artıq şübuhat-ı bədviyyə kimi rəftar eləyirlər. Yaxşı, bəs hökmü nədir? Və əmmə hukmuha fələv aliməl mükəlləfu ilmən vicdaniyyən bivücudi təklifin qat'i. Əgər mükəlləf vicdani elmlə, yəqini elmlə bilə ki, orada bir təklif vardır. Əv ehtimali beynəl ətraf ya qət'i bivücudi təklifin qat'i əv ehtimali. Əgər insan vicdani elmlə bilir ki, ya qəti ya ehtimali təklif var həmin o tərəflərin içində, beynəl ətraf, o tərəflərin arasında. Əla vəcihin, belə ki, la yarda əl-məvla bi müxaləfətihi. Mövla onun müxaləfətinə, yəni onun o həmən yerdə o tərəflərə bulaşmağa icazə vermir, razı deyil. Əla fərdi vücudi, əgər həmən o şey varsa. فَلَا يَجُوزُ التَّرْخِسِ لَا فِي كُلِّهَا və لَا فِي بَعْضِهَا. Belə olan halda artıq nə hamısında, nə də bir hissəsində tərxis caiz deyil. Məsələn, deyək ki, bir padişah, bir nə bilim, böyük əmr eləyir, bir komandir əmr eləyir ki, ged qarşıdakı əsirlərin içində, əsir, məsələn, 1000 dənə, 10.000 dənə əsir tutublar, 10.000 dənə əsir var, böyük bir ədəddir. Amma 100% bilirik ki, o əsirlərdən biri komandirin, yəni padişahın oğludur. 100% bilirik burada. İndi deyəcək, o əsirlərdən ya hamısı ya bir hissəsini öldür. Deyər bu sözü, ya deməz. Nə komandir, padişah o əmri verməz, nə də ki, icra eləyən ehtiyat eləyər ki, birdən elə təsadüfən mənim icra elədiyim o ölümlər arasında, o yetirdiyim qətillər arasında birdən padişahın öz oğlu oldu. Onda mənim evimi yıxar. Məni salamat qoymaz, məni sağ qoymaz. Dərhal ehtiyat eləyir. Düzdür. Məsələn, 10.000 əsrin içində padişahın oğlunun olmağı 10.000-də bir ehtimaldır. Amma burada arxayındır ki, yəqin bilir ki, Mövlam, mənim böyüyüm razı deyil ki, burada özümü rahatlıqda görməyə. Dərhal ehtiyat eləyəcək. Bu cür mövridlərdə deyir, ədədin sayı çox da olsa ki, bilir ki, Mövla razı deyil onun tərəflərinə bulaşmağa, onda ədəd nə qədər çox da olsa, gərək ehtiyat eləsin. Və huvə ən deyir ki, fəla yecuzu tərxis la fi kulliha və la fi ba'diha. Nə hamısının da bir hissəsində tərxis caiz deyil.
Velakinnel kelam fi mekamin ahar. Ama bizim sözümüz başka bir yerdedir. Ve huve ennehu izâ delled delilu şer'i ala hurmeti şey. Bizim sözümüz buradadır ki, eğerse şer'i delil delalet elədir ki, bir şey haramdır. Ve kâne muqtada itlâqı delil hurmetehu mutlakan. Ve bu delilin itlaqı o kadar geniş anlamdadır ki, iktizası budur ki, mütləq şəkildə hər bir fərdə şamil olur. Yəni, həmən o haramlığa dəlalət edən dəlilin itlaqında elə bir şumul vardır ki, mütləqən şamil olur. Şübhə qeyri məhsuriyə də şamil olur, şübhə məhsuriyə də. Və in kanət qeyri məhsuriyyətən, hətta şübhənin tərəflərinin sayı çoxdur. Bir həddədir ki, qeyri məhsurədir. Fəhəl hunakə dəlilun əqva yuqaddəmu alə zəlikəl itlaq. Belə olan surətdə ki, haramlığa dəlalət edən dəlilin şumulu şübhə qeyri məhsuriyə də şamil olur, şübhə məhsuriyə də şamil olur. Yəni, çox güclü bir itlaqı vardır. Bizim sualımız başqa bir şeydir. Görəsən, bu mouridlərdə bu itlaqa qalib gələcək, onu üstələyə biləcək, ondan üstün sayıla biləcək daha güclü bir zühur varmı ki, o zühur, bu itlaqın zühurun üstələsin və onu özündən aşağı eləsin? Elə bir dəlilimiz var ya, yox. Fəhəl hunakə dəlilun əqva, daha güclü bir dəlilimiz varmı ki, yuqaddəm ələ zəlikəl itlaq, bu itlaqa müqəddəm olsun, onun üstün sayılsın. وقد استدل القوم على وجود دليل يقدم على الإطلاق بوجوه نذكر بعضها. Deyir ki, el-qavm, yəni üsulçular bu itlaqa müqəddəm sayıla biləcək, yəni bu itlaqı üstələyə biləcək bir neçə dəlilə işarə eləyiblər, bir neçə dəlili zikr eləyiblər. O dəlillərdən bəzilərinə mən işarə eləyirəm. Yəni deyiblər, bəli, bəzi hallarda haramın dəlili mütləq olur və çoxlu mouridlərə şamil ola bilir. Şübhə məhsuriyyədə, şübhə qeyri məhsuriyyədə. Amma bu itlaqın müqabilində ondan daha güclü bir dəlil vardı. Nədir o dəlil? Birinci dəlili, ona deyir, əl-usru vəl-hərəc. Deyirlər, bəli, haramın itlaqı şamil ola bilər məhsurə və qeyri məhsurə mouridinə. Amma əgər məhsurəyə də, qeyri məhsurəyə də şamil olarsa, onda müsəlmanları çətinliyə salar və şari də istəməyib müsəlmanlar çətin həyat yaşasın, istəyib ki, normal həyat yaşasın. Əl-usru vəl-hərəc dəlili ki, ma cəalə aleykum fid-dini min hərəc. Allah Teala sizin dininizdə sizin üçün bir çətinlik qərar verməyib. La darara və la dirar və bu cür mənada rivayətlər və ayələr ki, çətinliyi, zərəri, problemi ortadan qaldıran dəlillərdir. Həmən o çətinliyi, hərəci, sıxıntılı halları ortadan qaldıran dəlillər itlaqın şumulundan daha əqvadır, daha güclü dəlildir. Əl-əvvəl, məsələn, fərzən belə deyək, birdən şari desəydi ki, hər yerdə elmi icmali və hətta qeyri məhsurədə orada ehtiyat edin. Onda gələk biz ehtimal edirəm ki, bu bazara girən qoyunların bəziləri haram kəsilib, gələk ət almayam. Nə bilim deyə, bu çörək məmulatının içinə kiminsə, bişirənlərdən kiminsə, məsələn, deyək, burnu qanayıb, ya məsələn, barmağı qanayıb, ona bir qan dəyib, bu xəmirə ehtimali var da, 100 minlərlə çörəyin içində, bu işçilərin birinin barmağı qanayıb, bu xəmirə qarışıb, bütün çörəyi mundar eləyib. Bu ehtimallar var. Əgər bu ehtimallara məhəl qoysaydıq, onda çörək yeməyə gərək, onda su içməyə gərək, sok almayaq gərək, nəmət almayaq, onda həyat cəhənnəmə dönərdi, çətinliyə düşərdi. Ona görə deyir ki, İnnəl muvafəqəl qət'iyyə fi şübhə qeyril məhsurə. Əgər şübhə qeyri məhsurədir, yəni ədədi çox olan şübhələrdəki həddən artıq çoxdur. Buralarda müvafiqə qəti, yəni əmr eləsəydi, yəni desəydi ki, burada da ehtiyat eləyin. Onda nə olardı? Əmrun mucibun lil-usri vəl-hərəc. Bu əmr insanları, müsəlmanları usr və hərəcə salardı, yəni çıxılmaz bir çətinliyə salardı. Və mə'ahu la yekunu təklif fi'liyyən. Və bu, əgər bu usr və hərəc varsa, onda təklif feili olmur. Feili olmursa, fəyəcuzu irtikabul ətraf cəmi'əha əv bə'daha. Ətraf cəmi'əha əv bə'diha. Belə olan halda onda o tərəflərin hamısına da bulaşmaq olar, bəzilərini. Deməli, onda usru vəl hərəc hədisin haramın dəlilinin itlaqından daha güclü dəlildir. İkincisi deyiblər rivayətlər. Əth-thani ər-rivayətul varidə həvləl cubun və qeyrihəl.
Məhmul alə şübhə qeyril məhsurə. İkinci rivayətlər pendir və yaxud pendirdən başqa digər yeyinti məhsulları barəsində ki, imamdan soruşublar. O rivayətlər ki, əl-məhmul alə şübhə qeyril məhsurə, hansı ki, həml olunur bu rivayətlər şübhə qeyri məhsurə. Əddallə alə ədəmi vücubil ictinab. Hansı ki, bu rivayətlərdən söykəniblər ki, desinlər itlaqa müqəddəmdir, amma bu rivayətlərdən dəlil kimi istifadə eləmək olmaz, çünki bunlar həml olunublar üzr istəyirəm, yox, qeyrihə əl-məhmul alə şübhə qeyril məhsurə, hansı ki, bu rivayətlər həml olunublar şübhə qeyri məhsurəyə. Əddallə alə ədəmi vücubil ictinab minhə, şübhat qeyri məhsurə mövridində ictinaba çəkinməyə ehtiyac yoxdur deyib yol göstərən rivayətlər. Deməli, bir dəstə rivayət vardı ki, o rivayətlərdən bəziləri pendir barəsindədir, bəziləri digər şeylər barəsindədir, qida məhsulları barəsində, hansı ki, bu rivayətlər həml olunub şübhat qeyri məhsurəyə və dəlalət edir ki, bu cür mövridlərdə ictinab eləmək, yəni çəkinməyə ehtiyac yoxdur. Məsələn, həmən rivayətlərdən Rəva İshaq ibn Ammar anir-rəcul, İshaq ibn Ammar nəql edir ki, anir-rəcul, soruşur sanki imamdan ki, bir kişi ki, yəştəri minəl-amil və huvə yazlim, bir işçidən, bir nə bilim bir dükançıdan bir şey alır və huvə yazlim, cəmaata zülm eləyir, haqqın kəsir, tərəzidə Allah'dır, neynir? Qalə yəştəri minhu ma ləm ya'ləm ənəhu zələmə fihi əhədən. Deyir, onda həmən məhsul ki, ondan alır, onda kiməsə aldatmağı, kiməsə hilə gəlməyi, zülm eləməyi bəlli deyilsə alsın. Ta ki, məsələn deyək ki, getdim bazara, un almaq istəyirəm, düyü almaq istəyirəm. Ehtimal eləyirəm ki, kim nəsə zorla tutub əlindən alıb, ya kim nəsə alladıb, tərəzidə alıb. Deyirlər ki, o zülm eləyir o adam. Deyir, sənin aldığında, İmam Əleyhisselam, sənin aldığında buyurur ki, əgər kiməsə zülm eləyib əlindən alıb, haramı sənə satmağın bilmirsənsə, al ondan, ala bilərsən. İkincisi, ma rəvahı Abdurrahman ibn Əbi Abdillah qal. İkinci rivayətdəki Abdurrahman ibn Əbi Abdillahın rivayətidir. Qalə səəltu anir-rəculi əyəştəri minəl-amili və huvə yazlim. Bir kişi bir dükançıdan ya dükançının işçisindən bir şey almaq istəyir, hansı ki, deyil, o zülm eləyəndir, kiminsə haqqın yiyəndir. Qalə yəştəri minhu. Problemi yoxdur, Həzrət buyurur ki, alsın. İndi ki, onun əldə eləyəcək, alacağı şeyin haramlığını bilmirsə, ala bilər. Və qəd vərədət rivayətun fi əxzi cəvaizi zalim. Deyir ki, başqa bir bölümdə, başqa bir babda isə zalimin hədiyyəsinin, mükafatın almağın caizliyinə dəlalət edən rivayətlər vardır. Zalim bir insan, başqasının haqqını yeyən, başqasına rüşvət alan, başqasının malına təcavüz edən bir insan hədiyyə verərsə, mükafat verərsə onu ala bilərikmi? Deyir ki, rivayətlər dəlalət edir ki, bəli. Nə qədər ki, sənə verilən hədiyyənin haramlığını bilmirsənsə, ala bilərsən. İlâ qeyri zâlikə minər rivayətil murisə lil yəqin. Bundan başqa da və bu kimi və bundan başqa rivayətlər ki, insana yəqin verir, bi'ədəmi vücubil müvafəqəl qat'iyyə ki, müvafəqəl qətiyyənin vacibliyi yoxdur, yəni lazım deyil ehtiyat eləyəsən, elmi icmalinin ətrafındakı şübhə qeyri məhsurədirsə, ehtiyat eləməyə lüzum yoxdur, hər hansı bir tərəfi götürüb onu əməl eləyə bilərsən. Deməli, onda bu rivayətlər və yuxarıda qeyd elədiyimiz usur vəl hərəc hədisi əqva dəlil olur, daha güc dəlil olur və haramın dəlilinin itlaqını üstəlir, ona görə də elmi icmali muridində şübhat qeyri məhsurədə ehtiyat eləməyə lüzum qalmır. Elhamdülillahi Rabbil aləmin və sallallahu ala seyyidina və nəbiyina Muhammedin və alihi tahirin.